Bəli, görürük. Bəli. Kayda almağa başlaya bilərsiniz. Demək ki, bugünkü dərsimiz funksiya və qrafiklərdir. Necə? Demək ki, uşaqlar, funksiyanı 3 dənə formada verə bilər. Birincisi düsturla. Yazımı yəqin ki, oxunur. Düsturla. Məsələn, yəni y bərabərdir 2x çıxılsın 3 və yaxud da 5. Fərqi yoxdur. İkincisi cədvəllə. Bu x-in qiymətləri, bu y-in qiymətləri sizə verəcək, aparıb yerinə qoyub tapa bilərsiniz. Üçüncüsü qrafiklə. Ən çox təkrarlanan bizdə düsturla və qrafiklədir. Və bu formada bu y-ındır, bu da x-ındır, mən deyəcəm sizə. Aydındır? Və buradakı x absis oxudu, y isə ordinat oxudu. Bunu bilirik. Və sonra düsturla bizə verəcəksə hər hansı bir funksiyanı y bərabərdir fx. F burada funksiya olduğunu bildirir. Aydındır? Fx bərabərdir x kvadratı çıx 3x deyə bir funksiya verirlər. Yəni biz bu funksiyaya x-in istədiyimiz bir qiyməti verə bilərik və onların dediyi qiymət də verə bilərik. Məsələn, deyir ki, x-in qiymətləri budursa, aparıb 1 qoyuramsa x-in yerinə, aydındır, 1 qoyuramsa, bura 1 yazacağam və 1-in kvadratı çıxılsın 3 vurulsun 1. 1-in kvadratı da 1-dir, 3 vurulsun 1-dir, 3-dür. Cavab olacaq -2. Aydındır, funksiyanın qiyməti budur, -2. Bir də var, uşaqlar, hissə funksiya. Mən bunu deyirəm, amma yenə də düşəndə bilin. Hissə funksiya. Tam ekran düşsün. Funq yazıram qısa. Demək ki, sizə bir funksiya verir. Məsələn, deyir ki, sizə bir dənə x qiyməti verir. Bu x əgər 3-dən kiçikdirsə və 3-ə bərabərdirsə, bunu. Və yaxud da bu x 3-dən böyükdürsə, bu funksiya ilə həll edirik. Aydındır? Yəni, bunun hər ikisi ilə edəcəyimiz yoxdur. Sadəcə şərtlərə baxırıq. Hansı şərt ödənirsə, həmin şərtin qarşısındakı olan aparıb yerinə qoyuruq. Məsələn, bizə verib x nə? 1. Düzdür? X 1-dən kiçikdir. X 1-dən kiçik olduğuna görə biz hansı tənliklə eləyəcək? F bərabərdir, fx bərabərdir. Apardım, qoydum bunun yerinə. Yəni, 5x çıx 4-ə. 5 vurulsun 1, çıx 4, o da oldu 1. Aydındır? Hissə funksiya budur. Bunu da bildik. Sonra, gəlirik nəyə? Bizim funksiyalarımızdan biri də xətti funksiya var, kvadratik funksiya var. İndi bunlar ard-ardınca cüt funksiyadır, tək funksiyadır, mürəkkəb funksiyadır, sadə funksiya bilirsiniz də bunlar sadə funksiyadır. İndi mürəkkəb funksiyadır, sonra artan, azalan, kökaltı, modul funksiyalar, bunların hər birini sizə başa salacağım. İlk öncə baxaq nəyə? Xətti funksiyaya. Xətti funksiyada biz bilirik ki, bizim düsturumuz y bərabərdir kx üstə gəl b-dir. Düzdür? K burada bucaq əmsalıdır. O k da bizə nəyi verir? Tangens alfa. Bunları yadınızda saxlayın. Bu bizə düşə bilər. Buraxılışda da bu kimi sual düşəcək. Bunu yadınızda saxlayaq. Alfa burada nədir? Bucaqdır. Bucağı da sizə verəcək. İndi deyəcəm ki, necə düşə bilər. İndi, bu funksiyada birinci bizə ümumiyyətlə nə deyə bilər? Təyin oblastı. Təyin oblastı. İkincisi, qiymətlər çoxluğu. İndi siz mənə deyin görüm, yazım yaxşı oxunurmu? Problem deyil. Təyin oblastı df-lə işarə olunur. Aydındır. Yəni, df bu x-dir. Əgər sizdən desə ki, təyin oblastını tapın, yəni x-i tapın. Söhbət burada x-dan gedir. Aydındır mı? Söhbət x-dan gedir. Yox, əgər sizə deyirsə qiymətlər çoxluğunu tapın, yəni y-in qiymətlərini tapın. Aydındır? Y hansı qiymətləri ala bilər? Başa düşdükmü biz bunu? Aha. Bəli. İndi
X burada hansıları ala bilər? Xətti funksiyada X istənilən ədədi ala bilər. Yəni həm mənfi ala bilər, həm müsbət ala bilər. Heç bir məhdud yoxdur, heç bir limit yoxdur. Aydındır? Demək ki, xətti funksiyanın təyin oblasti həm mənfi sonsuzluq, həm də müsbət sonsuzluğu ala bilər. Biri qırmızı, biri qara, biri yaşıl yazdım. Amma yenə də bilirsiniz. Eynən də Y istənilən ədəd ala bilər. Yəni həm mənfi sonsuzluq, həm də müsbət sonsuzluq. Mənfi sonsuzluq niyə yazıram? Mənfi sonsuzluqdan müsbət sonsuzluğa qədər gedir. Yəni istənilən ədədi ala bilir. Sonra üçüncüsü gəlirəm K. K burada bucaq əmsalıdır. Mənə lazımdır K-nın qiyməti. Əgər K sıfırdan böyük olanda artan qrafikdir. Yəni artan qrafik deyəcəm indi sizə. Dördüncüsü. Bəli. Y-X-ə görə dəyişir. Yəni yenə də istənilən ədədləri ala bilir də. Ona görə. Yəni fərqi yoxdur ki, burada sənin üçün Y üçün bir limitin var? Yoxdur. X dəyişəndə o da dəyişəcək. Düzdür, bir-birindən asılıdır. Y-ın qiyməti bu X-dən asılıdır. X-ə neçə qoysun, o da asılıdır. Amma sırf qiymətlər çoxluğu asas, mənfi sonsuzluq, müsbət sonsuzluq. Qiymət barəsində limit yoxdur, onu demək istəyirəm. Aydındır? Başa düşmədiyiniz yer olanda həmin anda mənə sual verin. K sıfırdan böyük olanda, yəni müsbət olanda artan qrafikdir. Və bu cür qrafik 1 və 3-cü rüblərdən keçir. Rübü sizə izah edim. Bu bizim qrafikimizdir. Y-mızdır, X-mızdır. Birinci rüb, ikinci rüb, üçüncü rüb və dördüncü rüb. Aydındır? Belə gedir. Bunu bildik. Rüblərin yerlərini bilin. Bu rahatdır. Və əgər K sıfır olduqda birinci və üçüncü rüblərdən keçin. Sıfırdan böyük olduqda, müsbət olduqda. Alfa bucağı iti bucağı olur. Bu sizə aydın olacaq. Birazdan izah edəcəm. 4. K mənfi olduqda azalandır. Qrafik hardan keçir? 2 və 4-cü rüblərdən keçir. Alfa bucağı kör bucaqdır. Sual kimi də düşə bilər, hər formada da ola bilər. Sonra gəldik nəyə? İndi biz bunun haqqında məlumat bildikdən sonra indi xətti funksiyanın K-sının qiymətini və B-nin qiymətini soruşacaq. Testlərdə də ən çox bunu istəyir. Baxaq. Birincisi. Bir, iki, 3, 4-cü rübləri yazdım. Uşaqlar, baxın. Bu indi bizim qrafikimiz gəlir, buradan keçir. Gördünüz keçməyin. Gördünüz? Bəli. Asıl. Və bu keçdiyi Y nöqtəsinə diqqət edirik. Bizə Y-la olan kəsişdiyi yer lazımdır. Ordinatla kəsişdiyi nöqtə. Bu ordinatla kəsişdiyi nöqtə bizə B-ni verir. Ordinatla kəsişdiyi nöqtə bizə B-ni verir. Mən bayaq nə demişdim sizə? Burada K müsbət olanda, mənfi olanda hansı 1 ilə 3-cü rüblərdən keçir? Necə qrafikdir? Artan qrafikdir. K müsbətdir. Ona görə gətirib buraya yazıram ki, K müsbətdir. Artandır. Hansı rüblərdən keçir? 1 ilə 3-dən biridir. Keçdiyi rübdən biridir K-nın qiymətini. B-nin qiymətini isə Y-la kəsişdiyi yerdə biləcəm. Y-la müsbət istiqamətdə kəsibsə K müsbətdir. Mənfi istiqamətdə kəsibsə K mənfidir. Bunu bildik. Əla. Keçirəm ikincisinə. İkincisində isə rüb olaraq 1, 2, 3, 4. Rüb olaraq hardan keçsin? 2-4-dən keçsin də.
2 ilə 4-dən keçməsin. Birinci gəməni aşağı eləyim. Bunu elətdim axı. B-lərin qiyməti. Bunu eləyim. Onda mənfi olar da B. B mənfidir. K nədir? K bir də 3-dən keçir. G müsbət olur da. Ay sağ ol. B mənfi istiqamətdə kəsib deyə. B mənfidir. Bunu gördük. Bu ikincisi idi. Gəlirəm üçüncüsünə. Üçüncüsündə indi artıq 2 ilə 4-dən keçirək. 2 ilə 4-dən. Hər dəfə rübləri yazmağıma səbəbi bunu heç olmasa göz yaddaşı ilə yadda saxlayasınız. Yəni, bəzi uşaqlar var ki, əziyyət çəkir. 2 ilə 4-dən keçdi. İndi deyəcəksiniz ki, müəllimə, bu 1-ə də toxunur axı, birinci rübədə yox. Biz bunu 2 ilə 4 kimi qəbul edirik. Aydındır? Biz buna deyirik ki, 2 ilə 4-dən keçir. İndi 2 ilə 4-dən keçdiyinə görə K-nın işarəsi necədir? Mənfidir? Mənfidir. Mənfidir. Bəs müsbət istiqamətdə Y-la kəsişdiyinə görə B müsbətdir? Müsbətdir. Ona görə B olacaq müsbət. Dördüncüsü necə olacaq? Y, X. 1, 2, 3, 4. İndi yenə də 2 ilə 4-dən keçirəcəm. Amma hansı istiqamətdə keçirəcəm? Mənfi istiqamətində. K-mız necədir? Mənfidir. B-miz necədir? Mənfidir. Aydın oldu? Ay, sağ ol. Yəni, bax, funksiyanı keçdik, düsturla, cədvəllə, qrafiklə verdik. Adi, sadə funksiya nədir? Aparıb bizə verilən qiyməti yerinə qoyub funksiya tapa bilərik tənlik kimi. Hissəsini bildik, rübləri keçdik. Xətti funksiya dedik ki, Y bərabərdir, K üstə gəl B-dir. K burada bucaq əmsalıdır, K tangens alfaya bərabərdir. Alfa bucaqdır. Sonra təyin oblastı bildik ki, X-lərin aldığı qiymətdir. Təyin oblastını tap, yəni X-in qiymətini tap. Qiymətlər çoxluğunu tap deyəndə Y-in qiymətlərini tapırsan. K müsbət olanda artan olur, 1 ilə 3-dən keçir. K mənfi olanda azalan olur. Qrafik 2 ilə 4-dən keçir. Bucaqlardakı iti kör olaraq bölünür. Və mən bunların sizə xətti funksiyada hardan nə keçən zaman B-nin qiyməti, K-nın qiyməti sizə 4 dənə xalı başa saldım. Düzdür? Düzdür. Və bir də var 5-incisi. Əgər xətti funksiyada var idi ki, koordinat başlanğıcı. Koordinat başlanğıcı buradır mı? Hər şeyin 0 olduğu, X-in də Y-in də 0 olduğu yerdir mi? Düzdür? Düzdür. Koordinat başlanğıcından keçir deyəndə tam buradan keçirəcək. Aydındır? Y-imiz də, X-imiz də 0 olur. Bu halda nəyə bərabərdir? Y bərabərdir K-X-a. Aydındır? Burada müəllimə K ilə B-nin işarəsi necə olur? K sıfıra B axı, bax, B dedim axı Y-la kəsişir. Kəsişmə nöqtəsidir. Y-in qiyməti nədirsə, bax, qrafikin Y-la kəsişmə nöqtəsi B-nin qiymətidir. Əgər bizdə yuxarıdaydısa, yuxarıda Y-la məsəl üçün 3 müsbət 3-də kəsişibsə B müsbət olacaq. Burada Y-in qiyməti də 0 olduğuna görə B də 0 olacaq. K isə necə olacaq? Müsbət. Niyə? 1 ilə 3-dən keçib. Bəli, başa düşdüm. Bunu başa düşdük. Şükür. İndi gəlirəm 6-ya. Hər dəfə rübləri yazmaq məcburiyyətindəsiz. İndi bu istiqamətdə deyil də mən hansı ilə? 2 ilə 4-cü rüblərdən keçirdirəm. Burada da hansı qiymətləri alır? 0, 0 qiymətləri alır. B-im avtomatik 0-dır, 0-dır. K necədir? Mənfidir, 2 ilə 4-dən keçibdir. Ay, şu, əla. Bunu da bildik. Yedincisində bizdə sabit funksiya deyir ya, sabit. Ümumiyyətlə, sabit sözün mənası nədir? Dəyişmir. Sən X-i 3 vermisənsə, bu elə 3 qalacaq. Bunun başqa dəyişmə halı ola bilməz. Aydındır? Aydanın adı elə Aydandırsa, Aydan Ləman ola bilməz. Nərmin ola bilməz. Aydındır? Nə demək istəyirəm?
Ay sağ ol. Sabit funksiya budur. Yəni sabit olaraq anası atası bunu qoyubsa budur da qalıb. Yəni bu y-dır, bu x-dir. Sabit funksiyanın qrafiki. Əgər x-in qiyməti 3-dürsə, ki birinci y-dan başlayaq. Y-in qiyməti 3-dürsə, gələn 3-dən keçsin. Həmin qırmızı ilə yazın. Bax, 3-dən dayanıb. Və yaxud da -3. Aydındır? Bəli, mən Ay sağ ol. Yəni y burada -3-dür, y burada -2-dir, y da sabit ədəddir. Neyse. Gəlirik indi nəyə? 8-cinə. 8-ci bu dəfə mən x-i sabit qoyuram. Aydındır? X onda sabitdirsə, uşaqlar yeniləri gəlir bura. Dərsə. X sabitdir. Bura nə qoyum? Bura yenə -2 qoyum. Burada 3 qoyum da. Olsun x -3, x də -2-dir. İşte. Bu biz oldu. Xətti funksiyanı hər tərəfli elədik. Bir də sabit funksiyadan da keçdik. Bir də bir şey deyim sizə. Orada bir misal olurdu. Mən indi bunun həm misal olduğu topluda var, həm misal olduğu kimi yazdım. Bizə nə deyir? Deyir ki, sabit funksiyada deyir, qiyməti tap deyirsə sizə nəsə. Sabit funksiyada bir qiyməti tapmaq üçün bizdə belə bir düstur var. Bunlar var ha. MD'də bu. Əmsallara nisbət olmalıdır. M bölünsün 4 bərabərdir 9 M bölünsün 3. M-i 4'ə bölürsən, 9'u M-ə bölürsən, o da bir-birinə vuranda M kvadratı bərabərdir 9 vurulsun 4. M də bərabərdir 6. Aydındır? Müəllimə bir də deyə bilərsiniz, səsiniz qırıq gəldi bayaq. Tamam. Əgər sizə sabit funksiyadan bir dənə sual düşə bilər, deyəcək ki, x sabitdirsə, m-i tapın. Aydındır? X-in qiyməti sabitdirsə, m-i tapın. Onda biz necə eləyəcəyik? Əmsalların nisbətini tapacaq. M bölünsün 4 bərabərdir 9 bölünsün m. Bir-birinə vurub tapacaqsa 6. Aydındır? Yaxşı müəllim. Düsturumuz nə idi? Ona uyğun düsturumuz var idi əslində. Y bərabərdir ax üstəgəl b, cx üstəgəl d funksiyası sabit funksiya olarsa. Bu funksiya sabit funksiya olursa o zaman burada m qoyub da əsas düsturum ayda bax budur. Y bərabərdir ax üstəgəl b, bölünsün cx üstəgəl d. Biz sabit funksiyadırsa o zaman biz düsturumuzu a bölünsün c bərabərdir b bölünsün d-dir. Sənə burada fərqli versə qızım sən necə tapacaqsan o m qiymətini? Aydındır? Düstur budur. Biz burada əmsalların nisbətini də biz orada bərabərdir və yaxud da fərqlidir sözünü aparmırıq, söhbətini aparmırıq. Bizə lazımdır ki, əmsalları nisbəti bərabər olmalıdır. Əmsalların nisbəti apardım, qoydum yerinə. Buradan da m-in qiymətini tapdım. Mənə bunu istəyirsən də. Nə zaman doğrudur? Sabit funksiya olarsın. Aydındır? Uşaqların ən çox çəkdiyi problem isə şərti düzəməlini oxumur. İnanın ki, çoxunun nə riyaziyyatda, nə də fizika ilə problemi yoxdur. Çoxunun bilirsiniz nə ilə problemi var? Azərbaycan dili ilə problemi var. Azərbaycan dilində oxuyub anlama problemi yoxdur. Belə deyək də, Azərbaycan dilində oxuyub anlama kimi bacarıq çox azdır tələbələrdə. Və ona görə də düzgün şərti oxuyub anlaya bilmirlər. Nə demək istəyir, bilmirlər. Şərtdə hər şey qoyub. Yəni, inanın ki, bu şərti oxuyanda sizə bütün cavabı olduğu kimi də verib əliniz, amma istifadə edə bilmirsiniz. Həqiqətən elədir. Oxuyan uşaqlar bunu daha rahat başa düşür. Amma biraz ərinirsiniz, biraz tənbəlləşirsiniz, onu analiz eləmək istəmirsiniz, bu nə demək istəyir, bilmirsiniz, hansı söz sizə nə demək istəyir, bilmirsiniz deyə Azərbaycan diliniz zəifdir. Ona görə axırda gəlib mənə deyirsiniz ki, müəllimi yaza bilmirəm. Problem riyaziyyatla da deyil bəzən.
Problem Azərbaycan dilindəndir. İndi xətti funksiyada bir də bir şeylər var. Nə deyim? Mən qırmızı ilə yazıram çünki qaydadır. Y bərabərdir K1x üstəgəl B1. Y bərabərdir K2x üstəgəl B2. Bizim işimiz bu K-larla, K1 və K2 ilə. İki funksiya verirsə, iki dənə xətt var. Aydındır? İki dənə qrafik var deməkdir. Aydındırmı? Bu birinci xəttin tənliyidir, bu da ikinci xəttin tənliyidir. Aydındır? İki dənə ona görə K-lar var, iki dənə B-lər var, iki dənə qrafik var. Bunu bildik. İndi birinci hal. Əgər bu K-lar bir-birinə bərabərdirsə, paraleldir xəttlər. Aydındır? İkinci, əgər bu K-lar bir-birinə bərabər deyilsə, kəsişirlər. Üçüncüsü, K1 ilə K2-nin hasili -1-dirsə, perpendikulyardır. Aydındırmı? İşte. Xətti funksiyayla işimiz bitdi. Bu bizim xətti funksiyamız idi. Rahatdır. İndi misalların üzərində xırda-xırda izah eləyəcəm hər birini. Halbuki mən uşaqlar onu işləməyinə baxmayaraq, amma yenə də yarımçıq qalıb. Hiss edirəm ki, onu da tam bilməmisiniz. Tam bilməmisiniz deyə mən sizdən əl çəkə bilməyəcəm. Axşam oturub bir sualları özüm eləyəcəm. Əziyyət çəkib təkləri də özünüz işləyərsiniz. Ya təkləri mən işləyərəm, cütləri siz. Yəni baxarıq da. Yəni əsas odur, tam başa düşəsiz, anlayasınız. Gəldik nəyə? Kvadratik funksiya. Kvadratik funksiya nədir? Ümumiyyətlə, düsturumuz nə idi kvadratik funksiyanın? Y bərabərdir ax kvadrat üstəgəl bx üstəgəl c. Bəziləri funksiyaya baxıb bilmir ki, nə funksiyadır. Burada kvadrat varsa, kvadratik funksiyadır. Bunu da bilmiş olun. Sonra, kvadratik funksiyanın, xətti funksiyanın uşaqlar, qrafiki düz xətti idi. Baxın, xətti funksiyanın qrafiki düz xətti idi. Biz bu düz xətlərin üzərində işləyirdik. Və bu da düz xəttin təmini idi. Amma kvadratik funksiyada parabolikdir. Aydındır? Yəni, qrafikin adı paraboladır. Başa düşdükmü bunu? Bunu da yazın. Funksiyanın qrafiki paraboladır. Baxın, bu şəkil ağız aşağı və yuxarı parabolanın şəklidir. Aydındırmı? Aydındır. İndi bu parabolada nələr var? Bizim dedik ki, düsturumuz y bərabərdir. Ax kvadratı üstəgəl bx üstəgəl c. Bayaq bizim y bərabərdir kx üstəgəl nə? B-miz var idi. Biz bir dənə burada K-nın və B-nin qiymətlərinə baxırdıq. K-nın B-nin qiymətləri. Burada yeniləri gəlir. Burada A-nın da qiyməti var, B-nin də qiyməti var, bir də C-nin qiyməti var. Aydındır? 3 dənəsinin qiyməti ilə biz tapacağıq. Artıq testdə kvadratik funksiyada 3 dənəsinin belə deyək də işarələrini istəyəcək, hansı müsbətdir, hansı mənfidir, hansının qiyməti var, nədir? Bunlar düşəcək. İndi kvadratik funksiyada yadınızdadırsa, belə deyək də kvadrat tənliklərdə yadınızdadırsa diskriminant var idi. Düzdür? Düzdür? Birincisi, diskriminant sıfırdan böyükdürsə neçə dənə kökü var? 2 kökü var. Diskriminant sıfıra bərabərdirsə yeganə. Uşaqlar şadlıq saraydı dillər ardını. O yadman işte. Yeganə kökü var, yəni bir dənə. Üçüncüsü, sıfırdan kiçikdirsə kökü yoxdur. Burada da eynən elədir. Gəlin indi biz denəyək. Birincisi tətbiq etmək istəyirəm. Gəlin çəkək.
İndi parabolamdır. X-i hansı nöqtədə kəsir? Köklər nə deməkdir uşaqlar? Köklər. Bir də funksiyanın sıfırlarını tapın verəndə sıfırları, qiymətlərin, yəni x-in qiymətlərini tapın. X-in qiymətləri deməkdir. Funksiyanın sıfırları. Səssiz qırıq gəlir. Funksiyanın eşidirsiniz indi məni? İndi eşidir. Tamam, interneti dəyişdim. Wi-Fi-yə başqasına qoşuldum. Dəyişdim. 2 Wi-Fi var. O birisi zəif oldu, o birisini keçir. İki dənə nöqtədə kəsdi. Hansı nöqtədir? X1 və X2. 2 dənə kökü varsa bunun, 2 dənə qiyməti alıb da, onda diskriminant sıfırdan böyükdür ciddi şəkildə. Aydındır? Bu birincisi idi. İkincisi, Y. Müəllim, o funksiyanın sıfırlarının yanında mötərizədə nə yazmısınız? X-in qiymətləri. Ay Allah, mənim yazılan başa düşmürsünüz. Yəni funksiyanın sıfırları x-in qiymətləridir də. Hə, sıfırların tapın deyəndə onu doğru bərabərliyə gətirən rəqəmlərdə, yəni. Aydındır? Tənlik işləmirsən? Bəli, başa Tənlik düşdüm. işləyəndə. Neçə dənə kökü var? Bir dənə. Sıfıra bərabərdir. Artıq bu şərt ödəndi. Üçüncü şərt. Hardan bildiniz orada sıfıra bərabər olduğunu? X Bir dənə kökü var da. Parabola bir dənə nöqtədə kəsir. Bir də, bəli, bir dənə. Bir dənə nöqtədə kəsişdiyinə görə bir dənə kökü var. Burada 2 dənə kök nöqtədə kəsişmişdi, 2 dənə kökü var. İndi bu dənə buna baxın görək bu kəsişir yoxsa yox? Kəsişir bu. Xeyr, kəsişmir. Kəsişmir. Orada kök yoxdur onlarda. Kökü olmayanda diskriminant nəyə bərabər olur? Burada kiçik olurdu. Şu. Bunu da bildiniz? İndi bu parabol olduğuna görə bunun ən böyük və ən kiçik qiyməti var. Aydındır? Ən böyük və ən kiçik qiyməti var. İndi onu başa salıram. Y bərabərdir. Y bərabərdir. AX kvadrat üstəgəl BX üstəgəl C. Bu eynə nəyə bərabərdir? A vurulsun. X çıx M'in kvadratı üstəgəl N. N burada nədir? Ən kiçikdir. M isə ən böyük qiymətidir. M ən böyük, N ən kiçik qiymətidir. Bunu bildik? Bildik. İndi vardı. İndi gəlib deyəcəm onları. Niyə narahatsız? Yavaş-yavaş hamısını deyəcəm. Demədiyim bir şey qalmayacaq. Hamısını deyəcəm. Hissə anlatmaq istəyirəm. Səbirli olun. Düşünün ki, belə bir parabolamız var. Bax, X oxunun üzərindəki qiymət M qiymətidir. Y-ın üzərindəki isə N qiymətidir. Bunu bildik? Bəli. Ay, sağ ol. Və bu M-in qiyməti həm də bunun simmetriyası sayılır. Aydındır? Simmetriyası nə deməkdir? Yəni, bunu, parabolanı tam yarıya bölür. Bunu da bildik? Bəli. Ay, sağ ol. Onda X nədir? M-ə bərabər olanda düz xətli simmetriya oxudur. Düz xətli simmetriya oxudur. Bunu da bildik.
İndi gələk bunun nəyinə? Dedim A-nın, B-nin, C-nin xətti funksiyadakı kimi müsbət və mənfi olmağına. Birincisi, rəngli yazmağıma fikir verməyin. Hansı rəng olduğu fərqi yoxdur. Əsas o da öyrənin. Yox, olmur. Simmetriya oxudur sadəcə. Bax, simmetriyanı ki, qırıq-qırıq. Simmetriya oxudur. Hə, soruşanda ki, bu simmetriya hardadır, simmetriya oxu nəyə bərabərdir? X M-ə bərabər olandır. Orada X M-dən üst-üstə düşdü deyə M-ə bərabər oldu. Düşmədi. Bax. Hə, düzdür. Bunu demək istəyirsən, X oxun üzərində daxil. Bəli, X-in onu qiyməti M-in qiymətidir. Aydındır? Ay, sağ ol. Birincisi, gəldik biz buna. Ya bunu da qara ilə çəkeyim, çünki qırmızı ilə ifadə edəcəm. Bu bizim parabolamızdır. C-nin qiyməti, birinci A-nın qiymətindən başlayaq. Bu parabolanın ağzı, qolları yuxarı olanda A-nın qiyməti olur müsbət. Yuxarı olanda qolları. Aydındır? Mənfi yazdım. Oy. Özüm müsbət deyib mənfi yazıram. Müsbət yuxarı olanda A olur müsbət. Bu Y-lə kəsişmə nöqtəsi, bayaq Y-lə kəsişmə nöqtəsi xətti funksiyada B isə, burada C-dir. Müsbət istiqamətdə kəsib deyə C olacaq müsbət. Yuxarı istiqamətdə. İndi gəlirik nəyə? B-nin qiymətinə. Müsbətdir və yaxud da mənfidir. Burada B-ni tapmaq biraz fərqlidir. Sırazı görünmür. Amma necə tapacaq? Biz bilirsiniz nə edirik? Bu kəsişmə nöqtəsi var ha, Y-lə. Oradan bir dənə belə düz xətt çəkirik. Soldan sağa doğru. Yuxarıdan aşağı gəlirsə nə olur? Mənfi. Əgər soldan sağa doğru istiqamətdə, yuxarıdan aşağı gəlirsə mənfi, aşağıdan yuxarı gedirsə müsbət olacaq. Bu aydındır? Qrafik veriləcək də sizə başqa şey istəmir burada. Senin özündən görəcəksiniz. Testlərdə görəcəksiniz. Sizə belə çətin şeyləri demirlər. Sadəcə qrafika baxıb səndən B-nin qiymətini istəyəcək, C-nin və yaxud da A-nın qiymətini istəyəcək. Aydındır? Və yaxud da B-nin qiymətini istəyə bilər, bilirsiniz necə? Düsturla, məsələn, A-nın qiymətini deyə biləcək ki, A-nın qiymətində, C-nin qiymətində sən müsbət bilirsən. Müsbəti müsbətə böləndə müsbət olacaq da, B-nin qiyməti olacaq, məsəl üçün neçəsə. Oradakı qiymətlə. Aydındır? Yəni, elə çətin bir şey vermir. Görmədim, yəni, mən topluda. Bir. İkincisi, yenə qolları yuxarı çəkəcəm. Bəs bunu aşağıda çəkim. Mənfi istiqamətdə. Bunu gördük. Bunu görəndən sonra nə deyirəm? A nədir? Müsbətdir. Qolları yuxarıdır. Müsbətdir. C-nin qiyməti kəsişmə ilə tapıram Y-lə. Baxaq. Soldan sağa doğru. Mənfidir C. Aşağıdan yuxarı çıxır. Nə olur? C. Müsbət. Bəli. C mənfi, C. Bu C mənfi olur, C olur. B mənfidir. C mənfi. C mənfidir. Yox, bir dəqiqə qarışdırdım. A müsbətdir. C aşağıda olduğuna görə mənfidir. Mənfi istiqamətdə daxil, düzdür? B isə aşağıdan yuxarı getdiyinə görə müsbət. Aydındır bu? Bura kimi aydındır, nəsə problem yoxdur ki. Y. İndi biz nə edirik? Parabolanı buradan kəsişdirik. Qolları hansı istiqamətdədir? Aşağı A mənfi olur. A mənfi olacaq. C
Müsbət istiqamətdə olub deyə. C müsbətdir. Biz bu B'nin istiqamətini tapmaq üçün B soldan sağa doğru yuxarıdan aşağı gəlibsə B də mənfidir. Şu, rahatdır. Bir problem yoxdur. İndi mən bayaq sizə dedim ki, y bərabərdir ax kvadrat üstəgəl bx üstəgəl c-ni, həm də a vurulsun x çıx m-in kvadratı üstəgəl n. Ən böyük m-də, ən kiçik isə n-dir. Bunu dedim. İndi bunun düsturları, aydın, gözün aydın, gəl çıxırıq bura. M-in qiyməti oldu mənfi b bölünsün 2a. N-in qiyməti oldu 4ac çıx b kvadratı bölünsün 4a. Bu m-lə n nədir deyə soruşsaz, bayaqki paraboladakı nədir? Təpə nöqtələridir. Paraboladakı təpə nöqtələrdir. Baxın, bunun koordinatları. Bunun təpəsi buradan başlayır axı. M-i budur, n-i budur. Gəl, buradan da mən yazım. N bərabərdir mənfi b bölünsün 2a. N bərabərdir 4ac çıx b kvadratı bölünsün 4a. M, n, təpə nöqtələri. Bəli, bəli. Ondan sonra kvadratik funksiya bitdi. Xətti funksiyanın arasından da çəkim ki. İndi gəlirik nəyə? Tək və cüt funksiya. Burada mənfi b bölü 2-dir, yoxsa 2a-dır? Burada a silinib. Uşaqlar birdən olur, birdən biri silinir. Ben baxım görə 2a-nı burada yazmışam. Hə, düzdür. Birdən silinər. Bu PDF-i də hazır halda istəyirəm elə sizə atacağım. Elə yanınızda qalar. Gəlirəm indi nəyə? Tək və cüt funksiya. Yadınızdadır da. Yox, hələ buradan başlayayım. Əgər x mənfi olduqda bu mənfi funksiyanın xaricinə çıxırsa, buna nə deyirlər? Tək funksiya. Deyəcəm indi niyə görə. Əgər elə x-a mənfi verdikdə bu müsbətə çevirirsə, cüt funksiya. Niyə görə? Deyəcəm. Axı, mənfi, məsəl üçün, 2-nin üstündə 2 yazanda 4 olurdu, düzdür? Amma mənfi 2-nin üstünə 3 yazanda neçə olurdu? Mənfi alınır da mənfi 8. Mənfi necə? Mənfi 8. Bax, sən orada olduğu kimi qalırsa, elə mənfi çıxardırsa, buna nə deyirlər? Tək. Üstündəki dərəcə neçədir? Qüvvət neçədir? Tək ədəddə, düzdür? Funksiyada da üzərindəki qüvvət tək ədəd olanda tək funksiya olur. Cüt ədəd olanda cüt funksiya olur. Yəni uşaqlar, f(x) bərabərdir x-in üstü 1-dir axı. Oldu? 1-dir və yaxud da buna nə deyim? Buna deyim 3, buna deyim 5, buna deyim 7. Belə olanda bu olduğu kimi deyirsiniz ki, elə bu nədir? Tək funksiyadır. Mənfi x-dirsə elə mənfi də olacaq qiyməti. Aydındır? Ben deyəcəm. Fx. Əgər x-in kvadratı yazılıb burada. Düzdür? Cüt funksiyadır. Fx mənfi qoyduqda sən müsbət almısansa, yenə də fərqi yoxdursa, mənfi 2-nin kvadratı ilə elə müsbət 2-nin kvadratı eynidir də, bu olacaq cüt funksiya. Bir də nə tək var, necə cüt var. Aydındır? O necə funksiyadır? Biri tək, biri cüt olanda deyirik ki, nə tək funksiyadır, necə cüt funksiyadır. Bu belə. Bir də tək funksiyanın, cüt funksiyanın qrafikləri var. Bu qrafiklərinə diqqət edin. Sizə ən çox da qrafik verəcək ki, tək funksiyadır, yoxsa cüt funksiyadır.
Hə də, fərqli-fərqli şeylər alırdınsa, nə cütdür, nə təkdir də. Yəni bunu sən bilmirsən axı. Mhm. Yəni yalnız eyni qiymət alanda, yəni ya ancaq müsbət alıb, ya ancaq mənfi alıbsa, buna deyirik ki, ya təkdir, ya da cütdür də. Sonra gəlim tək funksiyanın qrafiki. Koordinat başlanğıcı nəzərən simmetrikdir. Tək funksiyanın qrafiki ayrıdır, cüt funksiyanın qrafiki ayrıdır. Tək funksiyanın biraz böyüdüm məncə. Uşaqlar, heç bir problem olmur anlaşılma və yaxud da yazı oxuya bilirsiniz də, hər şey yaxşıdır. Tək funksiyanın qrafiki koordinat başlanğıcına nəzərən simmetrikdir. Yəni koordinat başlanğıcı bura deyil. Ay. Bu necə funksiyadır? Tək funksiya. Cüt funksiya isə qrafika ordinat oxuna nəzərən simmetrikdir. Aydındır? Bax. Koordinat başlanğıcı nəzərən simmetrik tək funksiyadır. Cüt funksiya ordinat. Ordinat oxu bu deyil. Simmetrik budur. Yəni bu bir tərəfdə, bu bir tərəfdədir. Ordinat oxuna nəzərən simmetrikdir. Bu nəyin qrafikidir? Y bərabər x kvadratına. Parabolikdir deyə kvadratikdir. Aydındır? Və yaxud da bizim bir dənə də funksiyamız, qrafikimiz var idi. Modul. Y bərabərdir, modul da x. Bu da sərt formada olan qrafikdir. Bu belə. Aydındır? Və yaxud da buna aid biz bir şey də yaza bilərik. Bunu unuttum. Koordinat başlanğıcının nəzərəndir. Tək funksiyadır. Aydındır mı? Məncə aydındır. Burada da bir şey yoxdur. Sonra gəlirik artma və azalma aralığı. Nə deməkdir? Baxaq. Nə deyir? Deyir ki, x1 x2-dən böyükdür. Aydındır? Sənə belə bir şey verir. Deyir, x1 x2-dən böyükdür. Aparıb sən funksiyanın yerinə qoyanda x1-in qiymətin, x2-nin qiymətini qoyanda, həqiqətən funksiyalarda eyni müqayisə olunursa, bu böyükdürsə, bu da böyük olursa, və yaxud x1-i deyirsən x2-dən kiçikdir və aparıb funksiyada qiymətini qoyanda həqiqətən eyni alırsansa, eyni müqayisəni. Buna da deyirlər artır funksiya. Yox, əgər sən x1 ilə x2-nin deyib ki, səndən müsbət x1 x2-dən böyükdür deyib və sən aparıb funksiyada yerinə qoymusan və tapmısan ki, əksinədir, funksiyalar tərs olaraq müqayisə olunur. Yəni x1 x2-dən böyükdür, aparıb sən yerinə qoydun. Gördün ki, f1, yəni fx1 funksiya x1-i qoyanda
belə fx1 funksiyası tərsinə oldu. Böyük olmadı, kiçik oldu. Aydındır? Və yaxud da sənə deyir ki, x2 daha böyükdür x1-dən. Aparıb funksiyada yerinə qoyanda gördün tərsinədir. Funksiyası tərsinə oldu. Onda deyirsən ki, azalır. Burada başqa hiçbir şey yoxdur. Sonra bizim səhv etmirəmsə test toplusunda 3-cü bölmə idi. 3-cü bölmə nədir? Y bərabərdir modulda x-in qrafiki. Y bərabərdir kök altında x və y bərabərdir ax kvadrat üstə gəl bx üstə gəl c qrafikidir. Birincisi, y bərabərdir modulda x-in qrafiki nəyə bərabərdir? Bax, sərt şəkildə olan qrafikdir. Parabola kimidir, amma parabola da yumşaq idi də, yəni oval formadır. Bunda oval deyil, bu sərtdir. Aydındır? Bu moduldanın y bərabərdir, modulda x-in qrafikidir. Sonra, yəni bu artıq x dəyişir də, aydındır? X-in qiymətlərinə görə bu tərəfə sürüşə bilər. Baxın, necə deyim mən bunu? X-in qiymətlərinə görə x-in yox, üzərinə gələn, indi deyəm, bunu da izah edim sizə. Əgər y bərabərdir, modulda x çıxılsın 2 olanda, onda qrafik bilirsiniz hansı tərəfə sürüşür? Sağ tərəfə sürüşür. Bu olacaq nə? 2. Qrafik onda bax belə olacaq. Yəni, dəyişim modulun içində baş verir. Bax, bu 2 dənə modul daxı. Dəyişim modulun içində baş verir. Gəl bunu mən yazım. Dəyişim modulun içində baş verir. Onda bu gözəllik olan qrafik x ox üzərində hərəkət edəcək, sağa sola gedəcək. Aydındır? Məsələn, mən indi bunu sola aparmaq istəyirəm, başına oyun açırlar. Belə deyək də, x üstə gəl 3 olanda bu sol tərəfə gedəcək. 3 daxı olacaq nə? Bu formada. Başa düşdük? Dəyişim nəyin içində baş verir? Modulun içində. İndi dəyişim moduldan kənar baş verir. Niyə 3 olur? Qaydası belədir. Üzərinə gələndə, demək ki, toplama olanda sol tərəfə gedir. Çıxma olanda sağ tərəfə gedir. Bunu belə yadda saxlayın. Əksidir də elə bir şey. Əksidir. Və əgər indi bax, y bərabərdir, modulda x çıxılsın 2. Modulun içində baş vermədi ki. Vermədi, kənarda baş verdi. Onda qrafikin dəyişməsi y ox üzərində gedir. Y budur, x budur. Onda bax, mənfi 2-dirsə, 2 vahid aşağı inib deməkdir. Buna baxaq indi. Y bərabərdir, modulda x üstünə gəl 3. Üstə 3 gəlibsə, bu yuxarı çıxmaq deməkdir. Çox gözəl bir modul seçəcəkdir, qrafik çəkdir. Aydın oldu? İndi dəyişim hər ikisində baş verir. Həm modulun içində, həm də moduldan xaric. Tamam. Gəl indi bunu yazaq. Y bərabərdir. X çıxılsın 2, üstə gəl 3. Gəl bunun qrafikini çəkək. Birincisi, x çıx 2 yazılıb. Yəni hansı tərəfə? Sağ tərəfə gedəcək? 2. Sağ tərəf. 3 yazılıb yuxarı gedəcək. 3 burada, 2 də burada. Gördünüz? İndi buna baxaq. Y bərabərdir. X üstə gəl 3, çıxılsın 2. Qrafik necə olacaq?
Müsbət 3 yazıb. -3 olar onda. -3. Digərdə Sol mənfi. tərəfə gedir. -2 yazıb aşağı düşür. Bəli. -2 buradadır. -3 də buradadır. Qollar yuxarı istiqamətin. Qoy. Olur. Onun işarəsi nədən bilirik? Mən onu unutdum. Mənə yaxşı sual verdin. Modulun qabağında işarə. Mən sözlə yazım. Modulun qarşısındakı işarə. Müsbət olarsa, qollar yuxarı. Mənfi olarsa, qollar aşağı olur. Unutmuşdum, gedirdim. Aydındır? İndi yaxşı, gəl bir dənə aşağı olana baxaq. Y bərabərdir -, x üstə gəl 4, üstünə neçə gəlim? Üstünə 2 gəlim. Qrafik çəkirəm. Nədir? Aşağı olmalıdırmı? Olmalıdır. Müsbət 4. Sol tərəfə getməlidir. Bəli, -4. Üstə 2, yuxarı çıxmalıdır. Haradasa burada. Bəli. Qollarda Qrafikdə. Gördünüz? İndi gəlirəm nəyə? Y bərabərdir kök altında x qiyməti. Qrafikim kök altı olacaq. Aydındır? Y bərabərdir kök altında dəyişib. Kök altında x çıxılsın 2 olanda. Çıxma olanda hansı tərəfə gedirdi? sağa. Sağ tərəfə. Y bərabərdir kök altında x üstə gəl 3. Yox, prosto dəyişib üstünə bir də gələndə aşağı düşmə şey var da. İndi burada necə üstünə 2 gəlirdim, çıxırdım, aşağı yuxarı necə indirdim? Yox, funksiyalar ümumiyyətlə bütün rüblərdə gəzirlər. Bütün rüblərdə qonaqdılar. Odur? Bunu başqa cür başa salmaq olmurdu. Üstə gəl 3. Sol tərəfə keçdi. Sol tərəfə, bəli. Mənim qrafikimə bax, niyə bu qədər şey? Bunu başa düşdünüz? Məncə çox xırdalığına kimi izah elədim. İndi, gəl indi Aydanın dediyinə, Aydan, sənin xəyallarını bütün reallaşdırıram, istədiklərini gəlirəm. Kök altında x çıxılsın 2. Yo, borcundur, əlbəttə ki, verəcəksən sualları. Mənim xoşum gəlir. Y budur. X da budur. İndi, çıxılsın 2 deyəndə aşağı düşməlidir. Bax, x modulun içində heç bir dəyişiklik baş verməyib. Bayaq modul deyirəm, kök altının içində heç bir baş verməyib dəyişiklik, amma x olduğu kimi qalıbsa, 2 aşağı düşüb, -2, onda qrafik belədir. Y bərabərdir kök altında x üstə gəl 3. Yuxarı çıxmalıdır. İndi y bərabərdir kök altında x çıxılsın 2 üstə gəl 3. Bu dəfə həm kökün altından dəyişim var, həm də xaricində dəyişim var. Onda nə olacaq? Birincisi, çıxılsın 2 olduğuna görə sağ tərəfdə olacaq 2. Sağ tərəfə. Üstə gəl 3 olduğuna görə yuxarı çıxacaq. İndi bunları birləşdirək. Birləşdirəndə bu nöqtədən belə gedəcək. Aydındır? Ay, sağ ol. Eynisidir. Sadəcə bir dənə işarəsi fərqlidir. Oldu. Bu bitmir, elə var. Bir də sizə. İndi bu kök altı ifadədə olacaq, nə bilim nə olacaq. Sizə deyəcək ki, təyin oblastını tapın. Bayaq dedim, indi dərindən deyəcəm. Təyin oblastını tapanda x-i tap. Yəni DF.
DF DF görəndə deyirsiniz ki, təyin oblastıdır. Yəni x hansı qiymətlər ala bilər, funksiya hansı qiymətlər alır, DF buna işarə olunur. Y nəzərdə tutur. Bu da YF ilə işarə olunur. Aydındır? Bunu bildik. Bir də sizdən soruşsa ki, hə, bunun Y bərabərdir. Y bərabərdir. Modulda X-in qiymətlər çoxluğu nəyə bərabər olur? Yəni DF nəyə bərabər olur? Həm müsbət sonsuzluq alır, həm də mənfi sonsuzluq alır. DF həm mənfi sonsuzluqdan müsbət sonsuzluğa qədər alır. YF nə alır? Əgər bura mənfi qoyduqda müsbət alınır, sağ ol. YF, yəni Y-ın qiymətləri nə olur? Yəni sıfırdan müsbət sonsuzluğa qədər doğru gedir. Sıfırı götürür və müsbət sonsuzluğa qədər gedir. Çünki nədir? Cüt funksiyadır. Bir də var. Y bərabərdir. Y bərabərdir kök altında X. Burada DF sıfırdan müsbət sonsuzluğa qədər getməlidir. YF sıfırdan müsbət sonsuzluğa qədər hər ikisini. Niyə? Mənfi sonsuzluq ola bilməz. Çünki kök altında mənfi olmur. Sən ancaq sıfırdan müsbət sonsuzluğa qədər apara bilərsən bunu. İfsyo. Bir də sizə, indi misal olaraq sizə nə verəcək? Misal olaraq bir dənə misal deyək. Fx. Mən bura misal yazım uşaqlar. Qayda baxanda misal. Sizə verəcək ki, məsələn, Fx bərabərdir. Kök altında mənfi x kvadrat üstə gəl 4x üstə gəl 12. Bunun nəyin tapın? Təyin oblastını. Uşaqlar, təyin oblastını tapın deyəndə ifadənin özünün, yəni kök altı ifadənin özünü sıfırdan böyük bərabər edirik. İş yox. Onda neyniyək? Sıfırdan böyük bərabər edək. İfadənin özü mənfi x kvadratı çıxılsın 4x. Çıxılsın, üstə gəl 4x. Üstə gəl 12, sıfırdan böyük bərabərdir. Aydındır? Bu mənfini itirəndə neynirəm? Mənfiyə bölmüş kimi oluram da. Yəni mənfiyə bir də vurum, bölmürəm. Çaşdım. Mənfiyə vururam. İşarə dəyişdi, oldu. Mənfi 4x çıxılsın 12. İşarə dəyişir, yəni əks tərəfə dəyişdi. Oldu, burada qiyməti neçə tapıram mən? Əslində 1 6-dır, 1 2-dir. Bu müsbət 6-dır, x2 də nədir? Mənfi 2-dir. Düzdür? Yəni x çıxılsın 6, x üstə gəl 2 bərabər, kiçik bərabərdir 0-dan. 2 dənə kökü var. İntervalda yazmalıyam mən bunu. Bir kökü mənfi 2-dir, bir kökü 6-dır. Yəni bu demək istəyir ki, sən 6-dan x-ə əgər 6-dan böyük qiymətlər verəndə işarəni nə alasın? Böyük bir qiymət qoyunda 7. 7-dən 6 çıxanda müsbət 1. 7 üstə gəl ki 9. Bunlara nə müsbət qiymət alacaqsan? Niyə? Müsbət. Çünki 6-dan böyük olanda çıxanda burada müsbət alırsan. Üstünə gələndə burada da mütləq müsbət alırsan. Mənfi 2-dən kiçik qiymətlər qoyanda burada da müsbət alırsan hər zaman. Bir də mənfi 2 ilə 6. Bir dənə qiymət qoyun. Məsələn 5. Qoyanda cavab olacaq mənfi. Məndən hansı interval lazımdır? Mənfi interval lazımdır. Mənfi. Ay sağ ol. Mənfini harda alır? Bunu alır ha, götürür. Mənfi 2 ilə 6 arası. Şu. Gördünüz? Təyin oblastını belə tapırlar. Sən bunun mənfini itirmək üçün hansı tərəfə mənfiyə vuranda işarə dəyişdi. İşarə dəyişdi, gəldin sən x1 6 tapdın, x2 mənfi 2 tapdın. Aydındır? Sonra sən bunu Hə də bax deyir ki, bax qiymətin özü mənfini verir burada şərtdə.
Necə kök altında? Yo, o demək deyil. Təyin oblastını tap orada deyir. Sadəcə sən həmin ifadənin, kök altındakı ifadənin sıfırdan böyük bərabər. Mənfi çıxa bilməzdə mənfi qoymamışam, sıfırdan böyük bərabər qoymuşam da. Sıfırdan böyük bərabər qoydum. Mənfini itirmək istədim, vurdum mənfi 1-ə, elədi tərsinə dəyişdi. Bu işarələr tərsinə dəyişdiyinə görə, bu işarə də tərsinə dəyişdi. Və x-ların köklərini tapdım 6 ilə 2, apardım bunu, köklərini tapandan sonra mən bunu belə yaza bilirəm də. Həqiqətən bu mötərizələri açanda, vuranda, sən elə x kvadrat çıx, 4x çıxılsın 12 alırsan. Sonra bunu belə saxlamaq olmaz. Sonra intervalla aparıb qoydum. 6-dan böyükləri qoymalıyam, mənfi gedən kiçikləri, bir də 2 ilə 6. Hərəsindən ən kiçik qiymətləri qoyum ki, mənim üçün rahat olsun hesablama. Və baxıram intervalda ki, hansı intervalda mən mənfədə dala bilərəm. Çünki əgər burada müsbət olsaydı, mən müsbətləri axtaracaqdım. Yox, əgər işarə dəyişsəydi, x çıx 6, x üstə gəl 2. Belə olsaydı, Aydan, belə olsaydı, bu sən nə olacaqdı? Mənfi 2-ni götürürdü, mənfi sonsuzluğa qədər birləşirdi nəyə? Mənfi 6-nı özün götürür. Müsbət 6-dan müsbət sonsuzluğa qədər götürəcəkdi. Aydındır? Allah, sevindim. Uşaq gəl mənə deyəndə ki, müəllimə, mən başa düşdüm, uçuram şadlığımdan. Məsələn, digər misal. Misal 2 buna deyək. Misal 1 buna deyək. Misal 2. Y bərabərdir 2x çıx 8 bölünsün pi çıx 3. Birinci nəyə baxıram? Pi'nin qiyməti, yəni məxrəc müsbətdir də, düzdür? Çünki pi'nin qiyməti 3-dən %14-dür. Çıxanda 3-ü müsbət qiymət alırsan, mənfi ala bilməzsən. Aydındır? Kökün altındakı qiymət dedim ki, 0-dan böyük bərabər olmalıdır. 2x çıx 8 bölünsün, pi çıxılsın 3. 0-dan böyük bərabər olmalıdır, düzdür? Bu da müsbətdir, bu da müsbətdir. Onda biz rahatlıqla məxrəci deyil də sürəti götürürəm. 0-dan böyük bərabəri qoyuram. 2x bölü 8, x də böyükdür 4-dən. Bu çox rahatdır. Çünki məxrəc müsbətdirsə əla. Keçirəm sürəti həll eləməliyəm. Deyəcəksiniz ki, müəllimə, məxrəcin nə günahı var? Burada mən həll etməli, heç bir şey yoxdur axı. Mənə x-in qiymətini tap demir, təyin oblası. X sürətdədir. Həmin tənliyi götürdüm, qoydum kənara, 0-dan böyük bərabər elədim. Bax, pi çıxılsın 3. 3-dən %14 axı pi. Çıxanda müsbət oldu. Yəni, təbii ki, cavab da müsbət olunubsa, bu müsbət ədədini müsbətə böləndə müsbət alırıq. Ona görə mən 2x çıx 8-i müsbətə bərabər, belə deyək də, müsbət olduğuna görə 0-dan böyük bərabər elədim. Mənfi olsaydı, mənfi qoyacaqdım. 0-dan kiçik olacaqdı. Başa düşdünüz, bu hardan gəldi? Və buna görə də x axı 4-ü alır, bir də 4-dən böyükləri alır. Yəni, olacaq 4-dən müsbət sonsuzluğa qədər. Uşaqlar, qiymət bərabər olanda bu mötərizəni kvadrat qoyursunuz. Yəni, götürməyəndə, bərabər olmayanda adi bax bu mötərizədən qoyursunuz. Bunu da bildiniz? Müəllimə, biz məxrəc mənfi olsaydı nə edərdik? Mənfi olsaydı, sürətdə mənfi qoyacaqydın. Çünki mənfi mənfiyə böləndə müsbət oluruq. 0-dan kiçik bərabər qoyardıq. Hə. Axı kiçikdə axı, mənfi də axı qiymət sürət. Olanda sürət mənfi oluruq. Mən niyə görə deyirəm? Əgər sənin cavabın həmişə bizim qaydamız odur ki, baxmadan kökaltını 0-dan böyük bərabərə qoy. Böyük bərabərə qoydun, ondan sonra gəl bunun indi qiymətlərinə bax. Sənə məxrəci göstərəcək ki, məxrəc mənfidir yoxsa müsbət. Sən də həqiqət ədlərdən bildiyinə görə nəyi nəyə böləndə müsbət olur? Ona bir baxırsan da mənfi mənfiyə böləndə müsbət olur, müsbəti müsbətə böləndə müsbət olur. Düzdür? O qaydaya əsaslanaraq yazacaqsın. Qiymət təyin oblastını müəyyən etdim. İndi gəlirəm qiymətlər çoxluğuna. Məsələn, f(x) bərabərdir, yəni funksiyanın özü y bərabərdir ax kvadrat üstə gəl bx üstə gəl c-ni verib bizə. Düzdür? İndi 1. A 0-dan böyük bərabər olanda qiymətlər çoxluğu avtomatik
n müsbət sonsuzluq olur. N nədir burada? Ən kiçik qiymət. Siz aparıb n'i tapırsınız burada və qoyursunuz yerinə. A əgər müsbət olanda 2, A mənfi olanda qiymətlər çoxluğu nəyə bərabər olur? Mənfi sonsuzluqdan ən kiçik qiymətə qədər, n'ə qədər. Aydındır? Yox, əgər kvadratik funksiya olanda. Yox, əgər kökaltı funksiya olanda fx kökaltı funksiya olacaqsa, onda kök altında məsələn ax kvadratı üstə gəl bx üstə gəl c funksiya verir. Əgər a sıfırdan böyük olanda qiymətlər çoxluğu y nəyə alacaq? Kök altında n-dən müsbət sonsuzluğa qədər. Mənfi olduqda qiymətlər çoxluğu sıfırdan kök altında n'ə qədər alacaq. Aydındır? Sizin etməli olacağınız tək şey n'i tapmaqdır burada. Qiymətlər çoxluğunda. Ən kiçik qiyməti tapmaqdır. Aydındır? Aydındır? Bəli. Yaxşısınızmı? Beyniniz yanmayıb? Şükür. Gəldim mürəkkəb funksiya. Bayaqki mənim izah etdiyim funksiyalar sadə funksiyalar idi. Məsələn, adi funksiya deyək də, nə etdik biz? Apardıq x-in qiymətini verirdi, apardım qoydum x-in yerinə, tapdım funksiyanın qiymətini, düzdür? Bir funksiyanı tapmaq üçün digər funksiyanı verir. 2-3 dənə funksiyanı bir-birinin içinə matryoşka kimi keçirib sənə verir ki, həll elə. Fx bərabərdir, məsələn, 2x çıxılsın 4-dür və bir də rx funksiyasını verir ki, x çıxılsın 2-dir. Və çox rahatdır ya bu. Ən maraqlısı məncə də budur. Hələ elə də aydın. Adi mürəkkəb gedir, ən asanı da budur. Bu bilsiz nə demək istəyir? Bu fx funksiyanın içinə aparıb rx funksiyanı sal deyəndə, bu fx funksiyasında olan x var ha. Bu x var ha. Aparıb bunun yerinə bunun qiymətini qoyasın. Yəni fx aparıb bunu qoyasan. F çıxılsın f x çıxılsın 2 bərabərdir. Burada 2 var idi. Qoydum. Bu rx aparıb qoy demir. Qoydum da yerinə. Çıxılsın nə idi burada? 4. Olduğu saxladım. İndi hesablayaq. 2x çıxılsın nə? 4 çıx 4. Neçə oldu? 6. 6 yox, 8. Düzdür. 6 hardan tapdım mən? Oldu 6. 8. Fikir verməyin, qızdırmalı halıma bağışlayın. Bu belə. Çox rahatdır. Aparıb elə x-in yerinə qoyuruq. Bir dənə də başa salım sizə. Bir dənə misal üzərində başa salım. Misal üzərində başa salıram. Bir dənə baxaq. Fx bərabərdir x kubudur. Sənə x-in kubu verib. Jx də deyir ki 2x kvadratı. İndi fx-in yerinə jx aparıb içinə salanda nə olur? Bu x-in yerinə aparıb bunu qoy demək istəyir. Qoyum da 2x kvadratı. X-in yerinə apardım, bunu qoydum. Üstünə də bu 2 yazdım. Neçə oldu? 8x üstü 6. Rahatdır. Çox uzun. Gəlirik tərs funksiya. Allahım, qutarır ucu. Tərs funksiya. Tərs funksiya nədir? Məsələn, sən x-i tapmısansa, həll elədin, gəldin, x-i tapmısansa, sonra tapdığın yerlərdə x-lə y-ın yerini dəyişirsən. Necə? Düşün, duyğu ilə aydan gəlir, başqa yollardan. Gələn kimi ayaqqabılarını dəyişirlər bir-birlərini. Aydındır?
Aydındır. Yəni mən o qədər yolu gəlirəm, həll eləyirəm. Sonra dəyişirəm. Eynən siz ayaqqabılarınızı dəyişdiyiniz kimi funksiyanı belə başa salan olmamışdı. Məsələn, fx bərabərdir 3x çıxılsın 1. Düzdür? Normalda y qoydum. Y bərabərdir 3x çıxılsın 1. Y-ın üstünə 1 gələndə oldu 3x. X-i necə tapacağım? Y çıxılsın. Yox, y üstə gəl 1 bölünsün 3. Tapdım x-in qiymətini. Hı? Sırazo gəldilər, ayaqqabılarını dəyişirlər. X-in yerinə yazdım y, y-ın yerinə yazdım x. Aydındır? Yəni olacaq fx bərabərdir. Y bərabərdir x üstə gəl 1 bölünsün 3. Çox rahat. Tərs funksiya budur. Həll eləyirsən normal olaraq. X-i tapırsan, sonra y-dan yerlərini dəyişirsən. Deyil. Həqiqətən ikinci hissə kimi maraqlı, ləzzətli hissə yoxdur. İnanın ki. İkinci hissə zəhlə tökmür. Amma birinci hissə zəhlə tökür. O birinci hissəni həm şuşalarla keçəndə belə ürəksiz keçirəm. Demək ki, kaydı saxlaya bilərsən.